Hər kəsə salam qızlar. Necəsiz? Hər vaxtınız xeyir olsun. Keçən vlogumda da dediyim kimi bugün Talihin toyundayıq. Talihin toy məclisinə gedirik. Yenə mən evdə özüm hazırlaşıram. Başlayıram make-up'a. İstəyirəm birinci göz makyajımdan başlayam ki, kipriyimi qoya biləm. Çünki kipriyimi qoyub göz makyajımı rahat eləyə bilmirəm, tərpənir. Ona görə görüm əgər alındırsam elə göz makyajımı eləyib daha sonra üzüm makyajımı eləyəcəm. Sizlə istədim bir yerdə hazırlaşaq. Mən qızlar toya filan gedəndə nə geyimimi abartı sevirəm. Yəni hələ bugünə qədər yadıma düşmür. Bir dənə Melis'in 40'ında biraz bir damcı belə veçerni kimi geymişdim. O da yenə də sadə bir geyim idi. Üstündə heç bir nəm qaş olsun, zər olsun, heç nə yox idi. Sadəcə biraz qollarında detayları var idi. Orada çöldə bizim binada usta işləyir. Səslərdən dolayı üzürlü sayın. Yəni heç bir məclisdə belə veçerni şaxşahalı geyinməmişəm. Bilmirəm niyə sevə bilmirəm elə geyimi. Rahat ola bilmirəm onun içərisində. Eyni ilə də makyajda biraz abartı olan kimi özümü narahat hiss edirəm. Yüngül makyajları daha çox sevirəm. Düzdür, bu toy makyajı deyil, bir damcı ona uyğun eləyəcəm ki, seçilsin. Damcı da üzümüzü nəmləndirək. Qızlar, makyajda ən önəmli nüans yaxşı nəmləndirmədir. Yəni dərinizi gözəl nəmləndirmədir. Gözəl nəmləndirəndə makyaj üzünüzə qəşəng oturur. Mən bundan öncə də qəşəng kağız maska atmışdım üzümə. O ilə nəmləndirmişdim. İndi də nəmləndirici kremimi çəkirəm. Hələ makyaj altı bazarını da çəkəcəm. Sözsüz. Nəmləndirdik qəşəng. İndi görək göz makyajımız üçün nə eləyərik. İlk öncə gözümün üstünə bir damcı baza tətbiq edəcəm qızlar. Bir damcı qırıq baza. Bazam da bu arada özündən belə biraz işıltılı bazadır. Üzümə də elə bu bazanı vuracam. Bir də baxıram, yorumlarda soruşmuşsunuz ki, Talih sizin nəyinizdir, Saadətin nə idi? Saadət də demişdi, Talih qardaşımızdır, toyunda da iştirak eləyəcək. Qohumsuzmu? Yox qızlar, heç bir qohumluq əlaqəsi falan yoxdur. Yəni, Saadətgilin də dostudur. Elə mən də Talihi Saadətgilin vasitəsilə tanımışam. Yəni, belə olub tanışdığımız. Pəş, mini sponçlardan var. Mən bir dənə o mini sponçumuzun olar birini verdim. Göz makyajımı eləyim qızlar, bitireyim. Ondan sonra üz makyajıma keçəcəm. Deməli, bu mini sponçumuzun birini götürürük. Bir damcı. Bu analimizdən vurup göz üzərimizi sabitləyirik qızlar. Sabitləmə önəmlidir ki, tenin öz pigmenti bilinsin. Bilirəm ki, belə make-up vloglarını sevirsiniz. Ona görə də istədim sizlə bir yerdə hazırlaşım. Kakılamsa
Batırmıyor ki şalvar palmıyorsun. Yox elə. Kızlar makyajımı bitirdim. Hazıram. Bayağı bir gecikmişim. Qaçıram enimi giymeye. Bu da mən kızlar. Bugün derbize konser programı. Öyleyse özleriyle sıçrattırılır.
Deməli qızlar, toy qutardı, əyləncə qutarmayıb, gəlmişik Novxanda Karmiya. Saat neçədir bacı? 200 kilo çək atmışıq, indi onu qaytarıb yığmalıyıq. Saat 1-dir. Mən yemək yazmışım, mənim Allah iştahım yoxdur. Demişəm də əhləmişəm, Talihə 40 gün, 40 gecə toy eləyəcəyim. Böyle olmasa da Talihin toyunu qeyd eləməyə burada elə bir İkinci günlər sabaha keç. Adam 12-ni İşte gecə. sən də sayda, elə şey yoxdur, hamımız bir yerdə. Mən payım buraya Qardaş gələ yollayacağım. bilməmiş, ona görə dedik bir süfrə də burada. Hamımız bir yerdə də bacı. Elə şey yoxdur. Anca bərabər, kanca bərabər. Telefonumuz əriyyət yataq. Yeməklərimiz də gəldi. Yemağımız şifa. Saat neçədir bacı? Hər dəfə saat deyək, Işləyir. özümüz əzaf vermək. 01:20. Dırnağımı da fikir verməyin, qırılır. Hamısı gözdən əsir. Heç nə bizə noş olsun.
Bu vlogumuzu burada sonlandırıram qızlar. Bilirəm bir neçə gündür vlog vurmuram. İnanın ki, belə deyim də, aktivlik az olanda adam həvəsdən də düşür. İstəmir ki, otursun videonun üstündə editləsin, ən azından əziyyət çəkmək üçün bir belə deyim əziyyət çəkilir, editləmək üçün bir əziyyət çəkilir, onu yükləmək üçün bir əziyyət çəkilir. Aktivlik də az olanda elə bilirsən ki, əziyyətin hədər gedir, boşa gedir. Ona görə həvəsdən düşür adam, istəmir video paylaşsın. Bugün yerləşdirdiyim video Talehin toyuydu. İnşallah vlog sizlər üçün maraqlı oldu. Toydan sonra gördüyünüz kimi Saadətgillə bir yerdə olduq. Gecə səhərə qədər dedik, güldük, əyləndik. Yəni maraqlı bir günümüz keçdi. Belə, indi növbəti vloglarımızda da qızlar ad günü vlogumu çəkmişəm. Çox qəşəng maraqlı ad günü vlogum var. Məryəmin Əlifba bayramı vlogu var. Onların hər birini yerləşdirəcəm, yəni çəkmişəm. Əgər aktiv olsaz, ard-arda hər gün hər birini yerləşdirəcəm. İndi isə bu vlogumuzu burada sonlandırıram. Öpürəm qızlar sizləri. Yaxşı ki varsa çalışın, biraz aktiv olun. Aktiv olanda mən də həvəsli oluram. Vlog çəkirəm hər gün. Tez-tez canlı açıram, paylaşımlar edirəm. Aktiv olmayanda həvəsdən düşürəm. Öpürəm sizləri. Hələlik.